Salam, hörmətli izləyicilər. Videoya xoş gəldiniz. Birinci sualın izahına baxaq. Deyir ki, qüvvə xətləri şəkildə təsvir edilmiş elektrostatik sahəyə göstərilən istiqamətdə daxil olan mənfi yüklü zərrəcik həmin istiqamətdə necə hərəkət edər? Digər təsirləri nəzərə almayın. Məlumdur ki, intensivlik xətləri yönəlir müsbətdən mənfiyə. Yüklü zərrəcik də özü mənfi olduğu üçün müsbətə doğru cəzb olunacaq, yəni ona belə bir qüvvə təsir eləyəcək. Qüvvə ilə sürət eyni istiqamətdə olduğu üçün, yəni mənfi müsbətə necə gələr? Yeyinləşən gələr də müsbətdə mənfini cəzb edir. Yeyinləşən hərəkət olacaq. Yeyinləşən. Y variantı da var. Amma cavabımız Y variantı ola bilməz. Niyə? Çünki sahə qeyri-bircinsdir. Bircins sahə deyil. İntensivlik xətləri paralel deyil. Deməli, QY bərabərdir MA yazsaq, A-nı buradan tapsaq olacaq QY bölünsün M. Elektrik sahəsində təsir edən qüvvə QY-dir də. Və intensivlik xətləri bircins deyil. Bu da intensivlik xətləri seyrək, burada isə sıxdır. Zərrəcik intensivlik xətlərinin sıx olduğu yerə gedir. Yəni, get-gedə intensivlik artır. Ona görə də təcil də artacaq. Yəni, hərəkət olacaq artan təcillə yeyinləşən A variantı. Artıq bərabər yeyinləşən deyil. Ona görə ki, intensivlik xətləri, məsələn, ikinci şəkildə bircinsdir, amma burada yox.